Herkese salam. Bugün biz müəllimlərin işe qəbulu ve sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün hazırladığımız ilk sınavın izahına baxırıq. Gəlin vaxt itirmədən başlayaq. Deməli, birinci sualda deyir, Aslan bəyin əskərlikdən qayıdan oğlu mənim köhnə iş yoldaşım idi cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Cümlənin sintaktik təhlil etmək üçün ilk növbədə diqqətlə oxuyuruq. Cümlənin məzmununu başa düşək ki, bizə nə istəyir. Daha sonra cümlə özürlərini tapmaq olar, xəbərdən başlayaraq. Bu cümləmizin xəbəri mənim köhnə iş yoldaşım idi. Bu olacaq bizim cümləmizin xəbəri. Ona görə ki, belə bir qaydamız var ki, cümlənin ortasında gələn yəlik halda olan söz müstəqil şəkildə cümlə özü olmur. Düzdür, bir neçə istisnalar var, xəbər və təyin ola bilər azallarda. Amma əgər özündən sonra yəlik halda olan sözün özündən sonra mənsubiyyət şəkilçili söz varsa, mütləq şəkildə onları biz birlikdə bir cümlə özü kimi götürməliyik. İndi hansı cümlə üzvünün sualına cavab verirsə, təbii ki, həmin cümlə özü olacaq. Amma əsas odur ki, bir yerdə olacaq. Baxın, burada mənim sözündə yəlik halın şəkilçisidir bu. Və biz nə etməliyik? Mütləq şəkildə onun mənsubiyyətini də tapmalıyıq və birlikdə sintaktik təhlil etməliyik. Yəni bir cümlə özü olacaq. Mənim iş yoldaşım. Biz artıq bunları bir-birindən ayıra bilmərik. İdi də təbii ki ayrılmaz, heç vaxt müstəqil bir cümlə özü olmaz, müstəqil xəbər olmaz. Qoşulduğu sözlə birlikdə bir xəbər olmuş olacaq. Deməli, mənim köhnə iş yoldaşım idi cümləmizin xəbəridir. Mübtədamız isə Aslan bəyin əskərlikdən qayıdan oğlu yenə eyni qayda ilə, yenə də yəlik hal qaydası ilə müəyyənləşdirə bilərik ki, bizim cümləmizin mübtədası Aslan bəyin əskərlikdən qayıdan oğludur. Çünki Aslan bəyin, baxın, buradakı in yiyəlik halın şəkilçisidir. Zəhmət çəkib mənsubiyyət şəkilçili sözünü tapmalıyıq, aid olduğu mənsubiyyət şəkilçili sözü tapmalıyıq və birlikdə bir cümlə özü kimi təhlil etməliyik. Aslan bəyin mənsubiyyət şəkilçili sözümüz də burada. Oğlu. Deməli bir cümlə özü də bu olacaq. Mübtədanın sualına cavab verdiyinə görə təbii ki də mübtədamız olacaq. Belə, cümləmizin sintaktik təhlil sxemi yalnız mübtəda və xəbərdən ibarətdir. Həm mübtədamız, həm də xəbərimiz ismi birləşmə ilə ifadə olunub. Hər ikisinin belə deyək, yəlik halı var və mənsubiyyət şəkilçili sözü tapmaqla onu düzgün sintaktik təhlil etmək olar. Belə, burada cavabımız D-bəndir. İkinci sual. Tərkibində yalnız cingiltili samitlərin işləndiyi sözlər hansılardır? Videonu saxlayıb özümüz də testlərə baxa bilərik, suallara baxa bilərik. Daha sonra davam edib, yəni izahını da izləyə bilərsiniz. Tərkibində yalnız cingiltili samitləri istəyir bizdən və ümumiyyətlə yadda saxlayırıq ki, sözün tərkibində hansı saitin, hansı samitin, yəni hansı səsin işləndiyini müəyyən etmək üçün mütləq biz sözün tələffüzünə baxmalıyıq. Yazılışa yox. Mütləq sözün tələffüzünə baxmalıyıq. Baxaq. Məsəl üçün, yəni yazılışa baxsaq, burada elə cavabların çoxunda hamısı cingiltilidir, yəni yazılış var. Amma biz bunu samiti yazılışa görə yox, tələffüzə görə müəyyənləşdirməliyik. Məbəd sözünün tələffüzü məbəddir, t. Dərdli sözündə dərddir, baxın t var yenə. Yəni kar samitlər var. Balaca, limon, mağara. Yəni, burada bu sözlərin yazılışıyla deyilişi arasında heç bir fərq yoxdur. Və hamısı da görürük ki, məhz cingiltili samitlər. Yəni, burada kar samit yoxdur. Samitlərimizin hamısı cingiltilidir. Deməli, doğru cavabımız B bəndidir. Digərlərə baxsaq, zəngin, mağaza, buludlu. Baxın, buludlu sözü bulutdu kimi tələffüz olunacaq. T var. Deməli, kar samit var. Vəziyyətdə, məsəl üçün, t var, kar samit var. Əzabda, əzab, p var. Deməli, kar samit var. Digərində corab, corab, p var. Ümiddə t var. Yəni, bunlarda da artıq deməli, kar samitlər var. Burada çıxır. Bilirik ki, imtahanlarda artıq kifayət qədər çoxlu mətn sualları olur. Yəni, məsələn, 20 suallıq işə qəbul imtahanında Azərbaycan dilindən 20 sual var, onlardan 8 dənəsi mətn olur. Hətta digər 2 dənə də yazı ilə bağlı mətnlər olur. Yəni, ədəbi dilin normaları, durğu şairləri ilə bağlı olan mətnlər olmuş olur. Və biz, deməli, ilk mətnimizə baxaq. Mətnə əsasən verilmiş səbəbin nəticəsi ola bilər. Deməli, bax, oxuyan mətni.
qış yuxusuna gedən heyvanlar qidalanmır. Bədən temperaturu, ürək ritmi kimi həyati funksiyalarını zəiflədərək enerji sərfiyyatını azaldırlar. Lazım olan minimum miqdarda enerjini isə əvvəlcədən bədənlərinə topladıqları yağları yandıraraq əldə edirlər. Sonra bu da onların qış boyu yatdıqları müddət üçün lazım olan enerji ilə təmin edir. Belə bir mətnimizdə indi bizim burada səbəb verilir. Deyir, heyvan orqanizmi əvvəlcədən topladığı yağı yandırır. Hansında səbəbin nəticəsi ola bilər. Yəni bu səbəbimizin, yəni heyvan orqanizmi əvvəlcədən toplanılan yağı yandırır. Bunun nəticəsində nə olur? Baxaq, deyir, bədən temperaturu, ürək ritmini zəiflədirlər. Düzdür, mətnimizdə qeyd olunur ki, qış yuxusuna gedən heyvanlar bədən temperaturlarını, ürək ritmlərini zəiflədirlər. Bu var. Amma bu səbəbin nəticəsi ola bilməz axı. Yəni heyvan orqanizmi əvvəlcədən toplanılan yağı yandırır. Bunun nəticəsində o qış boyu həyatda qalır. Yəni qış boyu yaşamına davam edə bilir də, düzdürmü? Lazım olan məsəl üçün bax, burada belə. Yatdıqları müddətdə sağ qalırlar. Yəni o yağları yandırır, mətndə də belə verilir bizə. Əvvəlcədən topladığı yağları yandırır, nəticədə isə yatdıqları müddətdə sağ qalırlar. Digərlərinə məsəl üçün bax, C-də bəzi həyat funksiyalarını zəiflədirlər. Var mətndə belə fikir, amma bu səbəb nəticə çalarına uyğun gəlmir. Amma səbəbin nəticəsi deyil. Yəni heyvan orqanizmi əvvəlcədən toplanan yağı yandırır. Bunun nəticəsində bəzi həyat funksiyaları zəiflidir, yox. Tam diqqətlə mətnə baxsaq, səbəb nəticə çalarımız uyğun gəlməz. Həmçinin bunlarda enerji sərfiyyatını azaldır, lazım olan minimum enerjini əvvəlcədən bədənlərini toplayır. Bunların hər bir haqqında mətndə müəyyən məlumat var, amma səbəb nəticə çalarımız uyğun deyil. Cavabımız B bəndə oldu. Bu bir qədər diqqət tələb edən mətn idi. Baxaq digər 4-cü suala. Ca hansı cümlələrdə köməkçi nitq hissəsi kimi işlənir? Ca deməli müxtəlif köməkçi nitq hissələri kimi işlənə bilər. Bax, məsəl üçün birinci qoşma ola bilər. Ca qoşma funksiyasını yerinə yetirə bilər. Hətta qoşmanın müxtəlif məna növlərində ola bilər. Deməli, birgəlik vasitə alət qoşması ola bilər, bənzətmə qoşması ola bilər, istinad qoşması ola bilər. Yəni sözü qoşulursa əgər orada qoşma kimi işlənir. Məsələn, tutaq ki, misal deyək, sahil boyunca ağaclar əkilmişdir, bax burada qoşmadır. Nə bilim, daha sonra məsələn ismin məna ca növləri, məsələn, sifətin quruluş ca 3 növü var. Bunlarda artıq istinad qoşmasıdır, belə. Daha sonra məsəl üçün bənzətmə qoşması kimi də işlənə bilər. Dəvəcə böyümüsən, köşək cə ağlın yoxdur. Məsələn, bu nümunələrdə, yəni kimi ilə əvəz edə biləndə də bənzətmə qoşmasıdır. Daha sonra ca deməli ədat kimi işlənə bilər. Həm əsasən sifətin çoxaltma dərəcəsini əmələ gətirən ədat kimi işlənə bilər. Baxın məsələn, qaraca. Bu sifət çoxaltma dərəcəsində olan sifətdir və camız burada ədatdır. Və yaxud isticə, körpəcə, zorbaca tipli sözlərdə ca çoxaltma dərəcəsini əmələ gətirən ədatdır. Belə, zərfə də qoşula bilər, məsəl üçün yaxşıca danışırdı və s. Yəni belə, bu formalarda köməkçi nitq hissəsi kimi qoşma və ədat kimi işlənə bilər. İndi bizdən də köməkçi nitq hissəsi olduğu məqamları istəyir bizdən. Bir baxaq, deyir İngilis cə danışmağı İngiltərədə öyrənir. Burada cə nitq hissəsi deyil, leksik şəkilçidir. Zərf düzəldən leksik şəkilçidir. Bunu da necə müəyyənləşdiririk? Yadda saxlayırıq ki, ca üstü 2 əgər dil adlarına, dillərə qoşulubsa, bu zaman zərf düzəldən leksik şəkilçi olur. Yəni məsələn Azərbaycanca, İngiliscə, Rusca, Ərəbcə, Latınca və s. Bunlarda ca zərf düzəldən leksik şəkilçidir. Hər hansı bir nitq hissəsi yox. Sadəcə leksik şəkilçi. Biri çıxırıq 2-də qorxduğu üçün yavaşca danışırdı. Burada yavaş zərfinə qoşulmuş ədatdır. Qüvvətləndirici ədatdır camımız. 2-ni götürürük. Daha sonra sahil boyunca, bayaq yazdığım nümunədir o, sahil boyunca rey təşkil edilmişdir. Birgəlik vasitə alət qoşmalarındandır, qoşmadır. Başqa sözlə bunu biz ilə də əvəz edə bilərik. Sahil boyu ilə rey təşkil edilmişdir. O mənadadır yəni. Deməli buradan götürdük 2-ni 3-ü, sonra
Latınca sərbəst danışırdı. Burada da bayaq da qeyd etdiyimiz kimi, deməli, bayaq da qeyd etdiyimiz kimi zərf düzəldən leksik şəkilçidir. 5-də isə onlar məsələni səncə bacarmazlar. Burada isə, deməli, burada isə köməkçinin hissəsi qoşmadır. Baxın, bu səncəni biz, bax, bu səncəni modal sözlə qarışdırmayaq. Əgər bu modal söz olmuş olsaydı, düzdür, səncənin modal söz kimi işləndiyi məqam var ha. Məsələn, səncə onlar bizə qalib gələ bilər. Burada modal sözdür. Amma səncənin modal söz kimi işlənməsi üçün özü cümlənin ortasında gəlir. Bunun mütləq hər iki tərəfində vergül olmalıdır. Düzdürmü? Modal sözün hər iki tərəfində vergül olaraq cümlənin ortasında gəlirsə. Amma burada isə gördüyümüz kimi o vergül işarələrimiz yoxdur. O durğu işarələri yoxdur. Ona görə də biz bunu artıq modal söz kimi götürə bilmərik. Bu artıq başqa mənaya gəlir. Burada artıq sən qədər mənasına gəlir. Yəni onlar məsələni sən qədər bacarmazlar. Yəni sənin kimi mənasında, sənin kimi bacarmazlar mənasında. Burada sən əvəzlikdir, ca isə qoşmadır. Deməli burada artıq qoşma kimi işlənmiş oldu. 5-də də yəni bu qoşmadır. Belə, bir daha qeyd edilən bir şey, modal sözü çox oxşuyur, razıyam. Amma modal söz olsaydı hər iki tərəfində vergül olardı. Belə məqamlar çox istifadə olunur imtahanlarda çaşdırmaq üçün. 2-3-5 oldu səhv eləməmsə, cavabımız oldu C bəndi, o yanda 2-3 idi. Sonra 5. İncə naxışlı bürünc sinidə 2 fincan qəhvə getirdi. Cümləsindəki sözlərin morfolojik xüsusiyyətləri ilə bağlı səhv istəyir bizdən. Gətirdi keçmiş zamanda olan sadə feildir. Bəli, gətir sözümüzün kökü deyib keçmiş zaman şəkilçisi. Bu düzdür. Bürünc quruluş da sadə sifətdir. Xeyr, bürünc quruluş da sadə sifət deyil, ümumiyyətlə sifət deyil. Bürünc isimdir. Sadəcə olaraq bu cümlədə sifətin xüsusiyyətlərini daşıyır. Bu cümlədə sifətin xüsusiyyətlərini daşıyan isimdir. Amma yenə də nitq hissəsi kimi isimdir. Baxın, belə sözlər, məsələn, misal deyə bilərik. Qızıl, gümüş, dəmir, sonra taxta, asfalt, beton, pambıq, yun, şüşə və s. Bu kimi sözlər nitq hissəsi olaraq isimdirlər. Yəni, məsələn, mən deyirəm, taxta, nə? Taxta, isimdir. Dəmir, nə? İsimdir. Əşyanın adını bilir. Amma sadəcə olaraq cümlədə sifətin xüsusiyyətini daşıya bilər, yəni sifətin sualına cavab verə bilər. Burada da gördüyümüz kimi sifətin sualına cavab verir, sifətin xüsusiyyətini daşıyır, hətta cümlədə də sifət kimi təyin olur, təyindir. Ancaq ki, nitq hissəsi baxımından belə sözlər isim hesab olunurlar. Onlar heç vaxt sifət ola bilməzlər. Bəli, nitq hissəsi olaraq isimdir, amma sifətin xüsusiyyətini daşıyır. Yəni, məsələn, qızıl üzük aldım. Qızıl sifətin xüsusiyyətlərini daşısa da, necə sualına cavab versə də, nitq hissəsi olaraq isimdir. Cavabımız oldu B bəndi, səhv fikrimiz budur. Quruluş da sadə sifətdir, bu səhvdir. Çünki quruluş da sadə isimdir o. Bu qədər qəhvə, deməli, təsirli yağda olan isimdir, düzdür. Qəhvə getirdi, qəhvəni getirdi. Qeyri-müəyyən təsirli yağda olan isimdir. Cümlədə iki sifət yanaşı işlənir. İki sifət, bəli, bax, biri bu, digəri isə bu. İncə və naxışlı sözləri iki dənə sifət yanaşı işlənir və cümlədə leksik mənası olmayan söz işlədilməmişdir. Yəni, köməkçinin nitq hissəsi işlədilməmişdir. Bu da düzdür. Burada köməkçinin nitq hissəsi yoxdur. Bu da doğru fikirdə çıxırıq. Belə, gəldi indi növbəti mətnimiz. Mətn əsasında 6, 7 və 8-ci tapşırıqlar cavablandırır. Bilirik ki, imtahanda da belə olur. Yəni, bir mətn olur ki, həmin mətnə görə 3 müxtəlif sual təqdim olunur. Eyni mətndə sadəcə olaraq 3 sual təqdim olunur. İmtahanımızda da belə olur. Mən də ona uyğun bir mətnə görə 3 sual hazırlamışam. Bəzən olur bir mətnə görə 3, bəzən bir mətnə görə 2 sual hazırlanmış olur. Sonra, başlayalım mətnimizə. Yer üzündə insanlığın, gəl əvvəlcə ilk sualımızın şərtinə baxaq. Bax, deyir, mətn əsasında hansı nəticəni çıxarmaq olar? İndi mətni oxuyaq. Yer üzündə insanlığın azadlıq mücadiləsi 1000 illərdir ki, davam edir. Sözün əsl mənasında azadlıq və həqiqət axtarışı əsrlərdən bəri insanların ən böyük idealı olmuşdur. Bəli, azadlıq o qədər şirin nemətdir ki, insanlar ondan ötürü ölümə belə gedirlər. Yalnız insanlar mı?
Bu gün dünyada qazanc mənbəyinə çevrilən delfin şoularına qarşı ciddi kampaniyalar aparılır. Bunun önəmli səbəbləri var. Məsələn, Yaponiyada keçirilən delfin şoularının birində tamaşa zamanı bir delfin özünü hovuzdan çölə atmışdı. Mütəxəssislər bu faktı delfinin intihar cəhdi kimi qiymətləndirmişdilər. Açıq dənizlərdən ovlanıb hovuzlara həbs edilən delfinlər həqiqətən özlərini məhbus kimi hiss edirlər. Belə hovuzlarda sevincli görünən delfinlərin durumlarından məmnun olduqlarını söyləmək mümkün deyil. Mətnimizin məzmunu aydındırsa, suallarımıza baxmaq olar. Deyir ki, bizə delfin şoularına qarşı etirazların əsas səbəbi iqtisadi gəlirin az olmasıdır, qazancın az olmasıdır. Yəni, yox, belə bir şey demir mətndə. Təbii ki, qazanc söhbəti, iqtisadi gəlir söhbəti deyil. Sonra, delfinlərin hovuzlarda yaşaması onların təbii mühitdə yaşamasından daha əlverişlidir. Bu da sözsüz ki, səhv fikirdir. Mətn bizə bunun əksini deyir. Mətn bizə deyir ki, hovuzlara həbs edilən delfinlər heç də özlərini xoşbəxt hiss eləmirlər, heç də yəni durumlarından məmnun deyirlər. Təbii ki, onlar üçün öz təbii mühitləri daha yaxşı olar da. B də səhvdir. Sonra, delfinlərin bəzi davranışları onların psixoloji vəziyyəti ilə əlaqələndirilə bilər. Bəli, bu doğru fikirdir. Məsələn, orada delfinin özünü tamaşa zamanı hovuzdan çölə atması göstərilir və mütəxəssislər də hesab edirlər ki, bu delfinin intihar cəhdi kimi qiymətləndirirlər onu. Yəni, özünü öldürmək üçün intihar atıb onu özünü hovuzdan qırağa. Deməli, delfinlərin bəzi davranışları, həmin o davranış, onların psixoloji vəziyyətinə əlaqələndirilə bilər. Bu tamamilə doğrudur, tamamilə uyğundur mətnimizə. D bəndi, təbiətdə yaşayan canlılar təhlükəsiz şəraitə ehtiyac duymurlar. Bu haqda bizim heç bir məlumatımız yoxdur və əlbəttə ki, belə ayrılıqda götürəndə də səhv fikir olar da. Nə olsun, vəhşi təbiətdə yaşayan canlılar da özləri üçün müəyyən təhlükəsiz şərait qurarlar da, düzdür? Ümumiyyətlə, bizim mətnimizdə isə belə bir şey danışılmır və delfinlərin təbii mühitdə yaşaması onlar üçün təhlükəlidir. Bu haqda da bir xüsusi heç nə mətnimizdə danışılmır. Yəni, delfinlər deyək ki, dənizdə özü üçün, öz təbii mühitlərində yaşayanda onlar üçün hər hansısa bir təhlükə varmı, yoxmu? Bu haqda mətnimizdə bizə məlumat yoxdur. Belə, ən uyğun, yəni ümumiyyətlə uyğun cavabımız C bəndidir. Delfinlərin bəzi davranışları onların psixoloji vəziyyəti ilə əlaqələndirilə bilər. 7-ci sual, bir mətn əslində 3 abzasdan ibarətdir. İkinci və üçüncü abzasların hansı sözlərlə başladığını müəyyən edin. Bu sual mətnin strukturu ilə bağlı sualdır. Ümumiyyətlə, imtahan mətnlərində düşən mətn tiplərindən göstərilib, yəni çərçivə sənədindəki mətnin strukturu ilə bağlı suallar, səbəb nəticə ilə bağlı sual və s. Normalarla bağlı suallar. Onlardan yəni biri də mətnin strukturu ilə bağlı sualdır. İndi burada abzas istəyir bizdən. Deməli, bax, qayıtsaq mətnimizə, biz bilirik ki, abzas, yəni abzas nə vaxt qoyulur? Bir fikir bitir, nisbətən yeni bir fikir başlayan zaman abzas qoyulur. Və burada da deməli bizim ikinci abzasımız başlayar. Yalnız insanlar baxın bu hissədən, yəni bugün sözü ilə burada artıq bir fikir bitir, müəyyən bir fikir bitdi. Bugün dünyada qazanc mənbəyinə çevrilən delfin şoularına qarşı ciddi kampaniyalar aparılır və s. Bu artıq nisbətən yeni fikirdir, aydın məsələdir. Və bir də açıq sözü ilə başlayan hissədən, cümlədən üçüncü abzasımız başlaya bilər. Mütəxəssislər bu faktı delfinin intihar cəhdi kimi qiymətləndirmişlər. Müəyyən bir fikir bitir, daha sonra isə artıq qeyd edilir ki, açıq dənizlərdən ovlanıb hovuzlara həbs edilən delfinlər həqiqətən özlərini məhbus kimi hiss edirlər və s. Yəni, nisbətən bitkin hissələrimiz təbii ki, bugün və açıq sözləri ilə başlayan cümlələrdir. O da 1-4 B bəndi. Növbəti, həmin mətnə görə növbəti sual, mətnə görə hansı fikir doğru deyil, baxaq. A-da deyir, zahiri şənlik həmişə daxili rahatlığın göstəricisi deyil. Bu doğru fikir mətnimizə görə. Niyə görə? Çünki qayda, baxın bura, mətnimizə qayıtsaq, deyir ki, belə hovuzlarda sevincli görünən delfinlərin, yəni zahirən sevincli görünürlər, düzdürmü? Amma durumlarından məmnun olduqlarını söyləmək mümkün deyil. Yəni, üzdən sevincli görünə bilərlər o delfinlər, amma heç də sevincli deyirlər, durumlarından məmnun deyirlər. Deməli, zahiri şənlik həmişə
daxili rahatlığın göstəricisi deyil. Necə ki, delfinlərdə olduğu kimi. Yəni, bu doğru fikirdir. Doğru fikir olduğuna görə çıxıramıram, bunu götürmürəm. Daha sonra, delfin şoularına qarşı etirazların müəyyən obyektiv səbəbləri mövcuddur. Bu da təbii ki, doğru fikirdir. Azadlıq bəzi insanlar üçün həyatdan daha dəyərli ola bilər. Bu da doğru fikirdir. Orada mətndə göstərirdi ki, yəni bəzi insanlar azadlıq elə bir şirin nemətdir ki, insanlar onun ötürü ölüm eləyir, hazırlar, deyir mətndə. Sonra canlıların rifahı onların iqtisadi dəyərindən daha vacib hesab edilməlidir. Bəli, bu da doğru fikirdir. Yəni, pul qazanmağa görə, iqtisadi dəyərə görə canlılara, delfinlərə əziyyət vermək olmaz. Mətn bizə bunu göstərir. Və onda qalır Y bəndi. Deyir, delfinlərin zahiri görünüşü onların daxili vəziyyəti tam bir növ Y bəndi A bəndinin əksidir tam olaraq. Delfinlərin zahiri görünüşü onların daxili vəziyyətini tam və dəqiq əks etdirir. Xeyr, delfinlər zahirən sevincli görünə bilərlər, amma daxilən heç də belə deyirlər. Yəni, söhbət hovuzlardakı delfinlərdən gedir. 9. Hansı cümlənin tərkibində zərfin quruluşda bütün növlərinə aid nümunə var. Yəni, həm sadə zərfimiz var, həm düzəltmə zərfimiz var və həm də mürəkkəb zərf var. Quruluşda deyirsə, üçü də var, baxaq. Sırağa gün burada idim, sakitcə oturmuşdum. Baxaq, sırağa gün bu sadə sözdür, sadə zərfdir. Yəni, mürəkkəb deyil bu, sırağa sözü yoxdur bizim dilimizdə. Quruluşda sadə sözdür, sırağa gün sözü. İnişil sözü, bunlar sadədirlər. Nə bilim, bədahətən sözü. Biraz mürəkkəbə oxşuyurlar, amma sadədirlər. Burada, bu da təbii ki, sadədir. Buradakı da yerli kağıt şəkilçisidir, yəni qrammatik şəkilçisidir. Sakitcədə də həmçinin bu da sadədir. Buradakı ca da təbii ki, leksik şəkilçisi deyil. Bayaqki sualda da dediyimiz kimi, buradakı ca ədaddır. Neyse, bunların üçü də sadədir. Burada mürəkkəblə düzəltmə yoxdur. Sonra, yan-yana oturduğum oğlan, yan-yana mürəkkəb, oturduğum oğlan dərindən, burada artıq düzəltmə, buradakı dən, zərf düzəldən leksik şəkilçidir, çıxışlıq H şəkilçisi deyil. Necə daha dəqiq tapım onu? Sual verməklə, dərindən nəfəs alıb, necə nəfəs alıb, necə? Deməli, bu zərfin düzəldən şəkilçində, yəni çıxışlıq H şəkilçisi olsaydı, nədən sualına cavab verərdi? Kimdən, nədən, haradan? Bunlardan birinə cavab verərdi. Necə sualına cavab versə, təbii ki, zərf düzəldən şəkilçisi olmuş olar. Nəsə, bu düzəltmə, amma sadəsi yoxdur, ona görə B də bizim cavabımız deyil. Sonra, əvvəl onun haqqında çox danışılırdı. Əvvəl, burada sadə zaman zərfidir, çox, burada sadə. Sonra yavaş-yavaş unuduldu, sonra bu da sadə, yavaş-yavaş mürəkkəb. Düzəltmə yoxdur, ona görə C-ni də çıxırıq. Axşamüstü yenidən bura gəldi. Axşamüstü mürəkkəb zərfimiz, yenidən düzəltmə zərfimiz, buradakı dən də zərf düzəldən leksik şəkilçisidir. Yenə də zərfin sualına cavab verir. Nə zaman sualına cavab vermiş olar? Və burada sadə. Oldu cavabımız D belədir. Belə. Yerdə bayramsayağı mürəkkəb, uzaqdan sadə, gözəl sadə. Düzəltmə yoxdur. Burada uzaqdan da dan əlbəttə ki, qrammatik şəkilçidir. Çünki haradan sualına cavab verir, yəni çıxışlıq alır. 10. Hansı nümunədə say işlənməmişdir? Minlərlə gənc kitab üçün minlərlə gənc saydı, minlərlə sözü saydı. İsmail yəni belə deyirlər. İndi burada isim deyil də, isimləşmiş sözdür. Yəni isim və ya isimləşmiş sözü ayrı olur da say. Belə saydı, sonra çox işlər saydı. Qalib olacağımıza inamım çoxdur. Saydı bu da, çünki inam sözünə aiddir. Minlər, yox, məsələ haqqında xeyli fikirləşdilər. Buradakı xeyli isə əlbəttə ki, say deyil, zərfdir. Əlbəttə ki, çünki feylə aiddir, hərəkəti izah edir, zərfdir. Yəni burada say yoxdur. Növbəti daha bir mətnimiz, baxırıq. Deməli, mətnə əsasən uyğunluğu müəyyən edin. Bir kənddə, onu da qeyd edeyim, burada əvvəlcə sualımızın şərtinə baxsaq, problemin həlli. Mətnlərdən, yəni mətn tiplərindən biri içində qeyd olmuşdur ki, yəni 9 tip qeyd olunur mətnlər üçün, 9 cür belə deyil də yoxlama, 9 xüsusiyyəti yoxlama. Onlardan biri də problem onun həlli yolu idi. Baxaq,
mətnə əsasən uyğunluğu müəyyən edin. Bir kənddə su qıtlığı uzun illər əhalinin əsas problemlərindən biri idi. Bu problem kəndə xarici və yerli turist axınının da qarşısını almışdı. İnsanlar bu problemin yalnız dövlət tərəfindən həll olunacağını düşünürdülər. Lakin bir qrup sakin yağış sularının toplanması üçün sadə qurğular hazırladı. Bir neçə ildən sonra həmin kənddə su ehtiyatı nəzərə çarpacaq dərəcədə artdı. Bu təcrübə göstərdi ki, bəzi problemlərin həlli yalnız xarici dəstək deyil, yerli təşəbbüslərdən də asılıdır. Belə, mətnimiz aydındır, sadə bədii mətindir. Problemimiz, bizim mətnin problemi nə idi? Problemi bu idi ki, susuzluq da belə deyil. Təbii ki, su ehtiyatının azlığını götürək problem üçün. Burada deyil, iqlim dəyişikliyi, mətndə iqlim dəyişikliyi haqqında heç danışılmır və F-da deyil ki, neft bəndində yağışın yağmaması, bu da problemə oxşasa da mətninizdəki problem deyil, çünki mətndə göstərilirkən yağış yağırdı da, yağışla bağlı bir problem yox idi ki, düzdürmü? Hətta sakinlər yağış sularını yığırlar da. Bir qrup sakin yağış sularının toplanması üçün xüsusi sayda qurğular icad edirlər. Deməli, yağış var idi də. Yəni, yağışın yağmaması deyə bir problem yox idi. Daha sonrası problemi həll edir kim? Təbii ki, yerli sakinlər. Bir qrup sakin. Anı da qoyaraq problemi həll edir. Dövlət orqanları yox. Xarici investisiya təbii ki də yox. 1-ə D, 2-ə A, cavabımız oldu A bəndi. Belə. Daha sonra növbəti. Bu da mətindir. Baxırıq, deyir, mətin əsasında 12-13-cü tapşırıqları eləyəcək. Baxaq, yəni mətnimizə baxaq diqqətlə. Maraqlı bir mətindir bu da. Diqqətlə baxaq. Qədim dövrlərdə insanlar zamanı ölçmək üçün müxtəlif üsullardan istifadə edirlər. Günəş saatları bunların ən məşhurlarından biriydi. Lakin bu vasitə yalnız günəşli havalarda işlədiyindən daha etibarlı ölçü vasitələrinə ehtiyac yaranmışdır. Günəş saatlarının saatı ölçüblər, vaxtı ölçüblər, amma günəş saatlarından istifadə yalnız günəşli havalarda mümkün olur. Ona görə daha etibarlı ölçü vasitələrinə ehtiyac yaranır. Sonra, deməli, sonralar su saatları meydana çıxdı. Bu qurğularda suyun müəyyən sürətlə axması vaxtın hesablanmasına imkan verir. Daha sonra mexaniki saatlar hazırlanaraq geniş yayıldı. Onların yaranması ticarətin, dənizçilik səfərlərinin və elmi müşahidələrin dəqiqliyinə müsbət təsir etdi. Deməli, günəş saatlarından sonra su saatları, sonra mexaniki saatlar meydana gəlir və müasir dövrdə isə atom saatları saniyənin milyardda biri qədər dəqiqliklə işləyir və bir çox texnologiyanın əsasını təşkil edir. Belə bir mətin idi. İndi baxaq, cədvəlimiz var bizim. Belə bir cədvəl sualıdır. Uyğunluğu istəyir bizdən doğru fikirləri. Yəni, doğrunun altından doğru fikri götürəcəm, yanlışın altından yanlış fikri götürəcəyim bir cədvəl sualıdır. Baxaq, bir su saatları mexaniki saatlardan sonra yaranır. Qayıdırıq mətnimizə. Xeyr, görürük ki, yox. Sonralar su saatları meydana çıxır. Su saatlarından sonra, yəni daha sonra mexaniki saatlar meydana çıxır. Yəni bir səhvdir. Su saatları mexaniki saatlardan sonra yaranmayıb, əksinə mexaniki saatlar sonra yaranır. Birinci su saatları yaranır. Ona görə bir səhvdir. İkidə deyir, zamanın ölçülməsi üsulları zamanla təkmilləşmişdir. Əlbəttə ki, bu doğru fikirdir. Tam mətnimizdə göstərilən fikirdir, sadə fikirdir. Mexaniki saatlar müxtəlif sahələrin inkişafına kimi getmişdir. Daha sonra mexaniki saatlar hazırlanaraq geniş yayıldı. Onların yaranması, deməli, ticarətin, dənizçilik səfərlərinin, elmi müşahidələrin dəqiqliyinə müsbət təsir göstərdi. Yəni, müxtəlif sahələri inkişaf etdirib də, düzdürmü? 3-də doğru fikirdir. 1-3, 2-3 daha doğrusu. İndi buradan isə yanlışı götürəcəm. Deməli,
Atom saatları müasir texnologiyalar üçün əhəmiyyətlidir, bu doğrudur. Mətndə deyir ki, bizə atom saatları bir çox texnologiyanın əsasını təşkil edir. Sonra 5. Qədim insanlar da vaxtı ölçməyə ehtiyac duyurdular. Bu da əlbəttə ki, doğrudur. İnsanlar qədimdə də, məsələn, günəş saatından istifadə edirlər. Yəni, vaxtı ölçməyə ehtiyac duyurdular. Və 6. Atom saatları qədim dövrlərdən istifadə olunur. Xeyr, belə bir şey yoxdur. Bu səhv fikirdir. Çünki deyir ki, müasir dövrdə isə atom saatları işlənir. Yəni, müasir dövrdə. Qədimdən atom saatı təbii ki, yox idi. Belə, doğrudan doğru 2 ilə 3, yanlışdan yanlış 6, cavabımız olduğu C bəndi. Həmin mətnlə bağlı növbəti sualımız mətn əsasında müəyyən etmək olar. Yəni, doğru fikir istəyir bizdən. Baxaq, mexaniki saatlar atom saatlarından daha dəqiqdir. Xeyr, bu səhv fikir idi. Atom saatları ən müasir və dəqiqdir. Hətta mətndə göstərildiyi kimi saniyənin milyardda bir hissəsinə qədər təsəvvür edin, ölçə bilir dəqiqliklə. Yəni, A getdi. Ehtiyaclar texniki yeniliklərin yaranmasına təsir etmişdir. Ehtiyaclar texniki yeniliklərin yaranmasına təsir etmişdir. Bu mətnimizə görə doğru fikir ola bilər. O saatlar, məsələn, zaman inkişaf ediblər. Bunu, yəni, texniki yeniliklər baş verib saatlarla bağlı. Bunun da yəni, səbəbi vaxtın ölçülməsində olan ehtiyaclar etdilər. B olar cavabımız doğru fikirdir. C-də yeni vasitələr əvvəlkilərin bütün çatışmazlıqlarını yox, günəş saatları hər icraba şəraitində yox, yalnız günəş lavlarda, atom saatları yalnız elmi laboratoriyalarda işlənir. Bu haqda isə mətndə bir məlumat yoxdur. Sadəcə olaraq qeyd edilir ki, atom saatları deməli bir çox texnologiyanın əsasını təşkil edir. Daha bilmirəm ki, yalnız elmi laboratoriyalarda işlənir, yoxsa başqa yerdə də işlənir. Yəni, bu haqda tam dəqiq məlumat yoxdur. Cavabımız B-dir. 14. Torpaq sözü hansı cümlədə adlıq haldadır? Baxaq, deməli, adlıq hal istəyir bizdən. Dünən 5 fut torpaq aldım. Burada təsirli yağladı əlbəttə ki, torpağı aldım mənasındadır. Qeyri-müəyyən təsirlik hal. Sonra, Əhməd baba kənddə əkin əkir, torpaq bezəlirdi. Yenə bu da qeyri-müəyyən təsirlik hal. Torpağı bezəlirdi mənasında. Kəndli torpaq sahəsini səfərləmişdi. Torpaq sahəsi. Bu qeyri-müəyyən yiyəlik halıdır. Yəni, torpağın sahəsi mənasında qeyri-müəyyən yiyəlik halıdır. Sonra, D bəndi, onun kənddə torpağı var. Baxın, buradakı I mənsubiyyət şəkilçisidir, mənsubiyyət. Heç bir hal şəkilçisi deyil. Sübut edirik, çünki yiyəlik halla əlaqəlidir. Sübut, bax, bu cümlə edirik. Yiyəlik halla əlaqəlidir, deməli, mənsubiyyət şəkilçisi bu. Onun yiyəlik hal, bu da mənsubiyyət torpağı. Deməli, bu adlı halıdır. Burada hər hansı hal şəkilçisi də yoxdur. Cavabımız D bəndi və torpağın altında bu da əlbəttə ki, yiyəlik halda da görülür. 15. Məhsul növdə olan feil işlənmiş cümlə əvvəlcədən hazırlanmış yazı oxundu. Məhsul növdə bilirik ki, iş görən qrammatik cəhətdən məlum olmur, iş görən qrammatik cəhətdən bilinmir, cümlədə iş görən var, sadəcə olaraq onun kimliyini bilmirik və şəkilçilərimiz də olmalıdır təbii ki, ıl üstü 4, ın üstü 4 və n. Baxaq, əvvəlcədən hazırlanmış yazı oxundu. Baxaq, oxu, n, bizim şəkilçimiz bu. Belə bu məhsul növdətdə şəkilçi yerində məna cəhətdən də baxsaq, yazı oxundu. Kimsə oxuyub da bunu. Sadəcə olaraq biz bilmirik kim oxuyub. Cümlədə onun kimliyinə aid heç bir işarə yoxdur. Yəni, belə, mübtədamız yerində sadəcə olaraq işi görən kim olduğu bilinmir. Şəkilçi də yerində, deməli, məhsul növdədir. Digərinə baxıram, kinostudiyada maraqlı filmə baxıldı. Bu şəxsiz növdədir, mübtəda yoxdur, cümlədə artıra bilmərəm. Bağçılar yorğun bir laylı ahəngi ilə dalğalanırdı. Bu dalğalanırdı, dalğalan, bu qayda düşünür. Yağış axşamüstü qara çevrildi, məlum növdədir. Şəkilçi yoxdur burada. Həyətimizdəki güllər təzə açılmışdı, qayda düşünürdü. Cümlədəki fe'li sifət tərkibi hansı vəzifəni yerinə yetirir, hansı cümlə özüdür? Kitabı dərk edən düşünmə qabiliyyətini itirər. Cümləni təhlil etsəm itirər. Nəyi düşünmə qabiliyyətini? Kim kitabı tərk edən? Fe'li sifət tərkibimiz əlbəttə ki, cümlənin mübtədasıdır, A bəndi. 17. Hansı sözlər həm zərf, həm də fe'l kimi işlənə bilir? Baxaq, deməli bir dəqiqə. Dama-dama, dönə-dönə. Dönə-dönə zərf də ola bilər. Məsəl üçün, dönə-dönə demişəm ki, oxuyun. Burada zərfdir.
Dönə-dönə fe'li bağlama da, yəni fe'l də ola bilər. Maşın dönə-dönə siqnal verir. Amma dama-dama fe'li bağlama ola bilər, dama-dama məsəl üçün gör olar. Amma zərf ola bilməz. Zərfin yerinə sifət olar o. Zərf kimi işlənməzdə dama-dama köynəyi məsələn. Burada zərf ola bilməzdə sifətdir. Dama-dama sözü zərf olur. Sifətlə fe'li bağlama ola bilər. Sonra qaça-qaça baxa-baxa bunlar ancaq fe'li bağlamadır. Yəni mütləq şəkildə bunun tərkibindəki A-nı mən şəkilçi kimi götürməliyəm. Başqa variantı yoxdur. Başqa cür başa düşülən söz deyil. C bəndinə baxsaq, deməli, qoşa-qoşa, tikə-tikə, qoşa-qoşa sözü zərf ola bilər. Məsələn, uşaqlar qoşa-qoşa otururlar. Bir də ki, məsələn, arabanı qoşa-qoşa. Yəni ki, artıq fe'li bağlama olanda qoşmaq fe'li A şəkilçisi olur. Fe'li bağlamanın A şəkilçisi var. A üstü 2, A üstü 2. Deməli, bu ola bilər zərfə fe'li bağlama, tikə-tikə deyil elə. Əti tikə-tikə doğradım, zərf. Bir də paltarı tikə-tikə söhbət edirdilər, fe'li bağlama. İkinci misalda, yəni paltarı tikə-tikə, burada tikmək fe'li var. Ələ şəkilçisidir. Yəni fe'li bağlama şəkilçisidir. Fe'li bağlama deyil, təbii ki, fe'ldir. Yəni, cavabımız budur. Damla-damla ancaq zərfdir, dənə-dənə də həmçinin fe'li bağlama ola bilməz. Üz-üzə ancaq zərfdir bu. Üzə-üzə olsaydı fe'li bağlama olardı ancaq. Gilə-gilə isə tutaq ki, zərf. Belə. Sonra salamlaşdı sözünün tərkibinə görə təhlili salam, salamlamaq, salamlaşmaq. Burada la ayrı leksik şəkilçidir, ş ayrı leksik şəkilçidir. Çünki dilimizdə salamlamaq sözü var. Olmasaydı yəni bütöv bir şəkilçi, bir leksik şəkilçi olacaqdı. Məsələn, birləşmək sözündə ləş bütöv leksik şəkilçidir. Çünki birləmək sözü yoxdur axı, amma salamlamaq var. Deməli, la ayrıdır, ş ayrıdır. D isə D keçmiş zaman şəkilçisidir burada. Q isə şəxs sonluğudur. 2 leksik, 2 qrammatik. Burada texniki səhv kimi gedib. Tamam. Belə deyim, indi götürək Y bəndi, ya bəndi ikisindən. Amma sintaktik tərkibli və təhlil 2 leksik, 2 qrammatikdir. Y bəndində leksik şəkilçilərdən birini yazmaq sadəcə yaddan çıxır. Tamam, belə. Hansı cümlədə 2 eyni köməkçinin tikisəsi var? Baxaq. Deməli, şeir ideya baxımından da zəngindir. Deməli, burada modal sözdür. Daha bağlayıcıdır. Eyni deyil. Bəs niyə bundan yaxşı düzəltmədim? Bəs bir dənə sual ədatı var, ikincisi yoxdur. O da tək gəlmişdi də. Buradakı da bağlayıcıdır. Gəlmişdi də ədatdır. Eyni deyirlər, eyni köməkçinin tikisəsi deyil. Öz arzularınla, arzuların ilə, la, qoşma, yaşamaq üçün, bu da qoşma, təbii ki. Cavabımız oldu D bəndi, hər ikisi qoşmadır. Orada bizim şəhər kimidir, da, bağlayıcı, kimidir, qoşma. Gördüyümüz kimi eyni köməkçinin tikisəsi deyil. Və nəhayət sonuncu sualımız ədəbi dilin normaları ilə bağlı olan bir sual. Bu da bir mətindir. Baxaq, ədəbi dilin normalarının pozulduğu cümlələri istəyir bizdən. Mətni oxuya-oxuya norma pozuntularını müəyyənləşdirir. Sultan Məhəmməd dünya rəssamlıq sənətinin klassiki, yaxın və orta şərq xalqlarının miniatür sənətinin inkişafında böyük rol oynamış Azərbaycan rəssamıdır. Burada fonetik norma pozulub, çünki söz səhv yazılıb, miniatür yazılmalıdır. Söz səhv yazılıb, fonetik norma pozulub. Biri götürürəm. O Təbrizdə anadan olmuş, orada da vəfat etmişdir. Burada norma pozuntusu yoxdur, hər şey qaydasındadır. Dövrünün salnaməçiləri Sultan Məhəmmədin yaradıcılığına güclü qiymət vermiş, onu əsrin zirvəsi adlandırmışlar. Güclü qiymət vermiş nə deməkdir? Bu söz yerində düzgün işlənməyib. Yəni, ədəbi dilimizin leksik norması da pozulub burada, güclü sözünə görə. Deməli, 3-ü də götürürəm, 1-3-də pozulma var. 4-də o, Şah İsmailin sarayında rəssam kimi çalışmışdır. Burada o-dan sonra təbii ki, vergül olmalıdır. Vergül. O cümləmizin mübtədasıdır və yəni özünə sonra vergül olmalıdır. Özünə sonra vergülün gəlməməsi üçün lazım olan sözlər işlənməyib.
Vergül işləmədi də burada. İşləməyib, deməli burada da artıq fonetik norma pozulub. Durğuş ailələrlə bağlı səhv də təbii ki, fonetik normanın pozulmasıdır. Hə, belə. Bu sualda cavabımız oldu. C bəndi 1, 3, 4. Bu bizim ilk sınavımızdır. Növbəti sınavlarımız da olacaq. Belə, bu qədər. Sağ olun.